Salam uşaqlar, hər vaxtınız xeyir. Java dərslərimizə qaldığımız yerdən davam edirik. Bugünkü dərsimizin mövzusu Java-da control flow mövzusu olacaq. Ümumiyyətlə biz demişik ki, Java ibarətdir, Java dediyimiz dil ibarətdir 3 dənə mexanizmdən. JDK, Jiraye və JVM. Bizim JDK-mız nə idi? Bizi açar sözlərdən təmin edirdi. Yəni mənim bugünkü gün control flow mövzusunda JDK-dan öyrənəcəyim açar sözlər if, switch, for, while və do while olacaq. Ümumiyyətlə control flow nədir? Gəlin ona bir dənə real həyatdan nümunə ilə başlayaq. Bax, biri var ki, bir kod yazırıq. O kodun icra olunması, yəni heç bir şərt altında deyil. Yəni standart icra olunacaq. Biri də var ki, o kodun icra olunması müəyyən bir şərtə bağlıdır. Yəni nə deməkdir bu? Məsələn, gedirəm restorana. Restoranda qapıda bir elan var ki, yaşı 18-dən yuxarı olan adamlar restorana daxil ola bilər. Əgər sənin yaşın 18-i ödəyirsə, yəni o verilən şərti ödəyirsə, o zaman sən restorana daxil ola bilərsən. Və ya restorana tutalım da yaşın 18-i ödədi, sən də daxil oldun. İçəridə başqa bir şərt çıxa bilər. Məsələn, tutalım başqa bir şərt örnək verirəm. Restoranda adətən ailəvi stollar olur, belə bəylərin əyləşdiyi stollar olur. Məsələn, sən ailəvi stolda əyləşmək istəyirsən, oradan sənə deyirlər ki, bəs əgər xanımlansızsa, yəni yanınızda xanım varsa, ailəvi stolda əyləşə bilərsən. Yəni sənin o stolda əyləşməyin üçün bu şərti ödəməyin lazımdır. Yəni eyni qaydada bax bizim kodlarımızda biri var ki, məsələn bir kod yazıram, o kodun icra olunması problemsiz, yəni heç bir şərtə bağlı deyil. Məsəl üçün yazıram sistem out hello world, bu icra olunur. Məsələn, gəlin bir dənə dərsimizə kodla artıq başlaya bilərik. Int-dən başlayıram. Məsələn, age deyirəm elə. Age bərabər 10 dedim. Aha. Salam, xoş gəlmisiniz. Bu kod heç bunu qoyuram qırağa. Burada bir dənə cout var. Yəni bu cout heç bir şeyə bağlı deyil. Bunu run eləsəm, yəni problemsiz şəkildə ekrana çıxacaq. Salam, xoş gəlmisiniz. Biri də var ki, bu koddur da, yəni bir sətirlik bir koddur. Bu kod müəyyən bir şərt altında icra olunsun. Biz məsələn bunu yazanda necə yazacağıq? Yazırıq if məsələn age böyükdürsə 18-dən, bunu age səhv yazdım. Age böyükdür 18-dən. Aha. Bu kod hələ ki if'in skobkası burada açıldı, burada bağlandı. Əgər mənim kodumun bu şərtə əsasında icra olunmağını istəyirəmsə, bunu götürürəm buradan, atıram bu şərtin daxilinə. İndi run edib baxaq. Heç bir şey çıxmadı. Yəni mənim yaşım burada 10-dur, amma mən şərtdə nə demişəm? 18-dən böyük. Salam, xoş gəlmisiniz. Yəni bu kod bu şərt əsasında icra olunub və ya olunmayacaqdır. Məsələn, bunu eləyirəm 20. İndi bir dənə run eləyək. Salam, xoş gəlmisiniz. Yəni bu kodun icra olunması bağlıdır, bu kodun icra olunması. Bağlıdır nəyə? Bu if-ə. İndi bu if-in bir dənə də əks variantı var. Else. Nədir bu else? Biri var ki, məsələn, bir şərt verirəm. Deyirəm ki, bu kod icra olunan zaman bu şərt altında icra olunacaq. Yaxşı, deyəlim ki, o şərti ödəmədi. Yəni onun əksi variantından nə ola bilər? Məsələn, bunu necə yazırıq? Else. Tamam. Məsələn, yazıram belə, sizin yaşınız 18-dən azdır. Tamam. Yəni run eləyək. Salam, xoş gəlmisiniz. Yəni mənim yaşım burada 20-dir. Bu da bu şərti ödədi. 18-dən böyükdür də 20. Bu icra olundu. Bu else o vaxt icra olunur ki, bunun əksi. Yəni bu məsələn bura 10 versəm, sizin yaşınız 18-dən azdır.
Yəni ki, verilən şərti əgər ödəyirsə if-də, bu skopkanın daxilindəki icra olunur. Əks variantda nə icra olunur? Else. Tamam, bu belə. İndi bu if-in, məsələn, belə deyim də, gəlin başqa bir örnəkdən verək. Məsələn, day verirəm, gün. If-in bir də else if variantı var. Bu nədir? Gəlin buna baxaq. Day bura 1 verirəm. Belə bir kod yazacağım. Deməli, birinci növbədə deyirəm ki, day əgər 1-ə bərabərdirsə, South bugün birinci gündür. Bir dənə də else if-də belə yazılır. Else if day əgər 2-yə bərabərdirsə, South bugün üçüncü gündür. Ha, 2, daha doğrusu 2. Aha. Yəni biz istədiyimiz sayda else if yaza bilərik. Axıra qədər day 1-ə bərabərsə, 2-yə bərabərsə, 3-ə bərabərsə 3 yazacağım bura bir dənə South. Gəlin birini də yazaq istəyirsiniz. Bir dənə bunu belə copy-paste eləyək. İkisini yazaq. Bu olsun 3. Bu da olsun 4. Bunu da eləyək. Deməli nə? 3. Bu da olsun 4. Aha. Ən axırda da bir dənə nə verirəm? Else. Bir dənə South deyirəm ki, bəs həftənin günü düz deyil. Düz deyil. Aha. İndi rayliyə baxaq. Yəni mənim günüm burada 1-ə bərabərdir. Bu da bu 1-ə bərabər olduğu şərt hansıdır? Budur. Gəldi bu kod icra olundu. Bu skopka burada açıldı, burada bağlandı. Yəni bu şərtə girmir. İndi verirəm məsələn 3. Üçüncü gündür. Verirəm məsələn 289. Həftənin günü düz deyil. Yəni burada 1, 2, 3, 4 heç bir icra olmadığı üçün ən son variantda nə icra olundu? S. Bu da belə. İndi deməli belə. Bu if-in bir dənə əks variantı var. Yəni bunu təkcə biz belə həm bundan yaza bilərik, həm də switch-lə də yaza bilərik. Gəlin switch-ə baxaq, görək switch-də vəziyyət nədir. Switch-i yazmaq üçün switch yazıram. Mən əgər bir şərtimin nəyəsə görə icra olmanı istəyirəmsə, nəyə görə icra olmanı istəyirəmsə, tutalım bu günə görə icra olmanı istəyirəmsə, buraya yazıram day. Burada seçimlər olacaq artıq. Case. Aha. Case 1 olduğu variantda South bu. İndi bunu bir dənə kopyalayaq. Atıram bura. Aha. 2 3 4. Aha. Bu necə ki if-in else'i var, yəni əks variantı var. Bu switch-in də heç bir şərti uyğun olmayanda bunda default var. Default. Buna da nə verirəm? Burada else-də verdiyimi. Aha. İndi mənim deyim burada nədir? 289. 2-ni verirəm, 1-i verirəm.
Aha. Görün nə baş verəcək. Ha, bu arada bunları dəyişməmişik. Bir daha bunları da dəyişək. İkinci gün 3 4. Tamam. Yenə dəyişməmişik. Burada niyə 2 dənə birinci gün çıxır? Ha, bu şərt də şey olur da. Bu ifi komment alaq. Təzən alayım. İndi birinci, ikinci, üçüncü, dördüncü. Həftənin günü düz deyil. Bütün kodlar icra olundu. Niyə görə? Bu switchdə məntiq bilirsiniz necədir uşaqlar? Bu day 1-ə bərabərdir, düzdür? Gəldi bunu yoxladı. Bu əgər bunun düzdürsə, bu düzdürsə, bundan altda nə qədər kod var, hamısı icra olunacaq. Yəni bu biri düzdürsə, altdakılar da düz götürür. Bu problemi həll etmək üçün mən nə edirəm? Bura bir dənə break verirəm. Bu gün birinci gündür. Yəni bütün kod hamısı icra olunmadı. Məsələn, bura verirəm ki, yine alacaq. 2, 3, 4, hətta default. İkinci, üçüncü, dördüncü. Yenə eyni şey. Bu şərt icra olundu. Bundan aşağı nə qədər var hamısını, yəni bu doğrudursa, switchdə break verməsən, ondan altda nə qədər kod varsa hamısını doğru götürür. Yəni mən nə etməliyəm? Bura bir dənə break verməliyəm. Eyni şeyi burada etməliyəm ki, yəni 3-dən də aşağıda 3 verəndə aşağıdakılarını da doğru götürməsin. Və bura break verirəm. Все. İndi yəni biz hal-hazırda int üzərindən getdik, yəni nümunəyə. Hökman deyil ki, sən ancaq şey eləyəsən də, yəni int üzərindən şərt verəsən. İstənilən bir data tipi üzərindən şərt verə bilərsən, yəni. İndi məsələn gəlin mons verək buna, mons. Buna deyirəm ki, bəs mart. Bu artıq nə olur? Bura mons verirəm. Dediyim kimi. Switchdə necədir? Nəyə əsasən şərt aparmaq istəyirsənsə, şərt qoymaq istəyirsənsə, o həmin sözü yazsan bura. Bunlar artıq problemdir. Niyə problemdir? Çünki sənin bu mans nədir? String tipində, düzdür? Sən o zaman bu case'lərə string tipində daxil eləməlisən. Məsələn, bura daxil edirəm yanvar. Yanvar. Fevral. Mart. Aha, bu da olsun. Aprel. Aha. Deməli, bu birinci gün yox, bu olsun birinci aydır. İkinci aydır. Bunu da tak bura. Bu da olsun nə? Dördüncü ay. Tamam. Şimdi bir dənə run eləyib baxaq. Bu üçüncü aydır. Yəni gəldi burada mans nəyə bərabərdir? Bununla götürək elə ataq bura. Bunu götürdüm, attım bura. Martdır. Gəlir yoxlayır bu şərtə görə. Yanvar marta bərabər deyil. Fevral marta bərabər deyil. Mart marta bərabərdir və bu şərtə uyğun olduğu üçün götürdü bunu yazdım. Və bu arada bunun bütün hərflərim, yəni mart yazsam bura heç biri çıxmayacaq. Həftənin günü düz deyil, bu çıxacaq daha doğrusu. Yəni, bu da şeydir, belə qalıb. Bunu eləyək ki, ay doğru deyil. Yəni böyük hərf, kiçik hərf mütləq şəkildə diqqət olunur, eyni olmalıdır. Deməli belə, gəlin bir dənə bu if və switch case-ə aid tapşırıq yazaq, sonra keçək for, while və while mövzusuna. Bunun üçün mən skanerdən istifadə edəcəm. Skaner bərabər new skaner system nöqtə in. Aha.
Deməli belə bir dənə yazıram. Cout enter the student grade. Tamam. İndi elə bir proqram yazacağıq ki, tələbənin balı əgər 90-dan yuxarıdırsa A, 80-90 arasıdırsa B, 70-80 arasıdırsa C, 60-70 arası D olmalıdır, 50-60 arası da Y olmalıdır. 50-dən aşağı olsa, o zaman nə deyirik? Kəsilmisiniz. Siz imtahandan kəsildiniz. Belə bir proqram yazaq. Deməli, bunun üçün mən int grade deyirəm, bərabər scanner.next int. Tamam. İndi mən bir şərt verirəm ki, əgər ki bu grade 90-dan böyükdürsə, 90-dan böyükdürsə nə? Cout A. Ya da belə bir şey deyək. Sizin imtahan nəticəniz A. Tamam. İndi mən neçə dənə şərtə ehtiyacım var? Bir dənə də yazaq else if. Yəni bu olmadığı variantda grade'im əgər böyükdürsə 90-dan 80-dən və grade əgər kiçik bərabərdirsə 90-a, o zaman nə? Cout sizin imtahan nəticəniz nə? Bunu bir daha ataq bura. Bunu eləyirəm B. Tamam. Bizim başqa da else iflərə ehtiyacımız var. Bir dənə bunu copy paste eləyək. Else if bunu götür burayı bu hissəni. Deməli 80-90 arası bu olsun, 70-80 arası sizin imtahan nəticəniz C olsun bu da. Deməli 70-80 və 60-70 arası bu da olsun D. Bir dənə də else if verək. Bir dənə də else verək ki, bəs cout siz imtahandan kəsilmisiniz. Tamam. Bunu da verək 50-60 arası. Şimdi gəlin kodumuzu yoxlayaq. Run eləyək. Aha. Grade deyirəm. Məsələn 95 verirəm. Sizin imtahan nəticəniz A. Deməli belə. Verək məsələn 65. Sizin imtahan nəticəniz D. Verək məsələn 86. Sizin imtahan nəticəniz B. Verək misal üçün nə verək? 54. Sizin imtahan nəticəniz D. Burada bunlar ikisi də D qalıb. Bu Y olmalıydı. Aha. Bir dənə təzədən 54 verirəm. Sizin imtahan nəticəniz Y. Bir dənə də verirəm misal üçün C-ni verməliyə. Deyəsən 73 verək. Sizin imtahan nəticəniz C. Və ən sonda nə edirəm? Bir dənə də verirəm misal üçün 43. Siz imtahandan kəsilmisiniz. Bir dənə də bir şərt verə bilərik. Məsələn, normalda mən burada 90-dan yuxarı qoymuşam da, düzdür. İmtahan balım normalda 100 bal olur da. 105 də versəm, yenə A çıxacaq. Biz bundan bu problemin aradan qaldırılması üçün bir dənə belə bir şərt verərik ən qabaqda. Əgər ki, bu grade 100-dən böyükdürsə, cout imtahan balını düzgün daxil edin. Bir dənə bunu verirəm. Bu proyektin tamam. Məsələn 105 verirəm.
imtahan balını düzgün daxil edin. Bu da düşdü. Hə. Burada break verməliyik biz. Yox, yox, break yox, break yox. Bu kodun düşməməsi üçün nə edək? Aha, aha, aha. Deməli belə, deməli belə. Aha. Belə eləyəcəm. Elsif verdim burada. İndi verək 105. İmtahan balını düzgün daxil edin. Yəni buradakını ən başı verdiyim ifi gətirdim bura if şərtinə. Buradakı 90'ı da elsif şərtinə salmış oldum. Deməli belə. Dərsimizə for, while və do while ilə davam edək. Bunları alıram kommentariyaya. Aha. Bu for nədir? Ümumiyyətlə foru qoyuram qırağa. Mən hal-hazırda 1-dən 10'a qədər ədədləri ekrana yazdırmaq istəyirəm. Cout 1. Bunları təkrarlayaq. Bir 10 dənə. Deyəlim ki 100 dənə. 2 olsun. 3 olsun. 4 olsun. 5 olsun. 6 olsun. 7, 8, 9 və bir dənə də yazaq 10. Sorry. Aha. Run eləyib baxaq. 1-dən 10'a qədər ədədləri ekrana yazdırmış oldum. İndi burada neçə sətr kod yazmışam? 10 sətr. Mən bunu bir dənə forla həll edə bilərəm. Bu qədər uzun yazmaq yerinə. Bu qalsın burada. For necə yazılır? Deməli, i bərabər 0. Burada bir dənə int i dəyişəni yaradaq bərabər 0. Aha. Burada heç yazmaq ehtiyac yoxdur. Bunu burada da yaza bilərik. While ilə qarışdırdım. Deməli, int i bərabər 0. Daha sonra i kiçikdirsə 11. Aha. Bir dənə də nöqtəli vergül i plus plus. Cout i. Bax bu yazdığım kodu mən burada həll eləmiş oldum. Bu qədər qısa variantda. Burada nədir? i 0'dan başlayaraq nə qədər ki 11'dən kiçikdir, bu şərtdir. If şərti kimi düşünə bilərsiniz. Sonra nə edirəm? 0'dan başladı. Bu nədir bəs? Bu loop'un artmasıdır yəni. Məsələn 0'dır, gəldi bu şərti ödəyir, ödəyirmi? Ödəyir. Sonra gəldi, i'ni bir vahid artırdı, düşdü bura. i'ni yazdırdı. 0. Daha sonra indi i nə qaldı yadında? Bunun 1. Gəldi i oldu 1. 1 kiçikdir 11'dən? Bəli, kiçikdir. Gəldi 1'i yazdı, artırdı, sonra gəldi bura yazdı. İndi yəni ki, uzun sözün qısası, bu başlanğıc, bu onun şərti, bu da onun hansı şərtlə artacağı. İndi run eləyək baxaq. Bu kodlar da qalıb burada. Bunları bir dənə kommentariya alaq ki. Aha, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yəni burada yazmış olduğum kodu həll eləmiş oldum. İndi düşünün ki, yəni bu bizi nə ilə təmin edir? Yəni məsələn də 1000 dənə ədəd var. Burada tamamı 10 dənə ədədi yazmaq biraz sadə oldu. Amma 100 dənə ədədi vermək tapşırıq verilsə ki, 1-dən 100'ə qədər ədədləri ekrana yazdır, o zaman sən gərək məcbursan for olmadan bu variantda yazasan. Düzdürmü? Amma biz bunu forla, 3 sətr kodla həll eləmiş olduq. Bu belə. İndi məsələn, deyərəm ki, bəs 1-dən 100'ə qədər ədədlər arasından cüt ədədləri ekrana yazdır. Necə eləyərik? Biz bu zaman nədən istifadə eləyəcəyik? If-dən. Yəni bir ədədin cüt olub və ya tək olması necə bilə bilərik? Onu 2'yə böləndə qalıq əgər 1'ə bərabərdirsə, o zaman cüt ədəddir.
Yox, sıfıra bərabərsə o zaman tək ədəddir. Daha doğrusu əksinə. Qalıq sıfıra bərabərsə o zaman cütdür. 1-ə bərabərsə o zaman təkdir. Bir dənə şərt verirəm ki, əgər ki bəs bu i-ni böləndə bizim bölmə modulumuz vasitəsilə edirik də. Bunu 2-yə böləndə qalıq sıfıra bərabərdirsə, o zaman i'ləri ekrana yazdır. Tamam. i sıfırdan 100'ə qədər 100 arasında bu şərti ödəyəcək, yəni yoxlayacaq. Hansılar ki sıfıra bərabərdir qalığı böləndə onları ekrana verəcək. Baxın 0, 2, 4, 6, 8, 10, 12, 14, 100'ə qədər, amma 100 özü daxil deyil. Çünki burada bərabərliyi verməmişəm. Əgər bərabərliyi də versəm, verdim hal-hazırda, 100'ü də yoxlayacaq. 100'ün özü də ekrana çıxmış oldu. Bu da belə. Deyəlim ki, məsələn, bir dənə başqa bir kod yazaq. Fərz edin ki, bizdən 1-dən 100'ə qədər olan ədədlərin cəmini istəyir. Necə eləyərik bunu? Gəlin yazaq. Bax, necə ki biz kalkulyator açanda, kalkulyatorda məsələn nə görsənir? Gəlin buradan açaq kalkulyatoru. Aha, bax burada 0 görsənir, budur. Başlanğıc dəyərdir. Yəni mən bir hesablama aparmaq istəyirəmsə, o zaman ona başlanğıc bir dəyər təyin etməliyəm. Yəni mənim hal-hazırda bir int sum yaradıram burada. 0. Düzdürmü? Burada 0 yaratdım. Nə edirəm? Bu 0 nəyə bərabər olmağını istəyirəm? 1-dən 100'ə qədər olan ədədlərin cəminə bərabər olmaq istəyirəm. Bu sum bərabər sum plus i. Düzdürmü? Hər dəfə tutalım 0'dır. Gəldi 0'dan 0'ı topladı, mənimsətdi bura. Düzdür. Daha sonra i gəldi artdı, 1 oldu. 1 ilə 0'ı topladı. Oldu 1. Daha sonra sum oldu artıq 1. 1'i təzədən artı oldu 2. 1 ilə 2'ni topladı 3. Belə-belə gəlir 100'ə qədər. Ən sonunda nə edirəm? Gəlirəm burada cout sum. Bir dənə də belə bir şey eləyək. Aha. Run eləyək, baxaq. 1-dən 100'ə qədər ədədlərin cəmin vermiş olduq. Yəni belə. Biri var ki, məsələn, 1-dən 100'ə qədər ədədləri toplamaq üçün 1, 2, 3, 4, 5, 6 yaz ki, yazasana, topla ki, toplayasan. Biri də var ki, belə bir kod yazdıq. Bir 3-4 sətirlə həlləmiş olduq. Bu belə. İndi gəlin while-a baxaq, görək while nədir? Əslində mən hal-hazırda belə deyim, örnək olaraq dərs keçirəm. Bunun praktikası üçün də tapşırıqlar hazırlayacağam. Onun da dərsini ayrıca atacağam. Deməli belə. İndi gəlin bu for ilə yazdığımız kodu while ilə necə eləyə bilərik ona baxaq. Ümumiyyətlə for, while və do while. Bunların hər üçü looplardır uşaqlar. Və bu loopların məqsədi bir prosesin müəyyən bir şərt altında davam eləməsidir. Yəni sənin verdiyin şərt nə qədər ki doğru olacaq, həmin döngü dönəcək. Nə qədər ki, nə vaxt ki döngü sona çatdı, o zaman proses sonlanır. Yəni mənim misal üçün burada i 0'dan başladı, burada da 1-1 artırır. Gəlir 100'ə çatır, düzdürmü? 100'də artıq bu şərt 101 olan zaman 101 100'dən kiçik olduğunu görür və proses sonlanır. İndi gəl bu while ilə bunu yazmağa çalışaq. Bu foru alıram kommentariyaya. Bu qalsın burada. Sum onsuz qalsın orada. Mənim başlanğıc dəyərimdir. Deməli, bir dənə int b verəcəm. 100. While bu formatda yazacağıq. Deyirəm ki, b nə qədər ki böyükdür 0'dan. Skopkasını açdım, burada bağladım. Bu sum nəyə bərabərdir? Bu aşağıda necə ki plus i'yə bərabərsə, bu da nəyə bərabərdir? Sum plus b. Tamam. İndi mən bunu hal-hazırda belə saxlasam, bu sonsuz bir dövrə girir. Yəni, nə deməkdir bu sonsuz dövr? Mən dedim ki, loopların məqsədi bir prosesin müəyyən bir şərt altında dövr eləməsidir. Yəni, sənin b-in hal-hazırda burada 100'dür. B 0'da hər zaman böyükdür. Sən buna bir şərt verməlisən ki, bu azalsın. Bu azalmadığı müddətcə bu dövr həmişə fırlanacaq. Yəni bunun
yəni bir sona çatmağını istəyirəmsə, mən burada nə deməliyəm? B minus minus. Ən sonda nə edirəm? Bu CO2 da gəlmir ataq. Aha. İndi bir dənə run eləyək, baxaq. Bayaq for-la yazmışdıq, cavab 5050. Eyni qaydada indi while-la yazmış olduq, yenə də 5050-ni almış olduq. Yəni bu for biraz uzun məntiqdir. Yəni daha doğrusu hər bir şey bunun daxilində yazılır. Buradan bir dənə cəmi dəyişən veririk. Yazmış oluruq. Deməli belə. Ümumiyyətlə bizim baxmalı olduğumuz məsələ nədir uşaqlar? Bu for elə bir loopdur ki, yəni elə bir deyəndə ki, yəni çox deyil onsuz da for var, while var və do while var. Fikir verdinizsə, bax bu int bunun daxilində yazılıb. Bu amma burada yazılıb. Yəni bunu sən while-ın daxilinə verə bilməzsən. For-un üstünlüyü bir növ elə bil ki, səliqəli formatda olur. Və bunu mən bayaq deməli manual olaraq hər bir şeyini özüm doldurmuşdum. For verən kimi bu ikinci var. Bunu verəndə avtomatik olaraq mənim üçün yaradır. Yəni bunu mənim manual olaraq hər dəfə əlinə yazmağıma ehtiyac yoxdur. Bu başlanğıc dəyəri. Burada da artıq səni gözləyir kod ki, nə şərt verəsən, tutal nə şərti altında. Bu da belə. İndi. Son olaraq bizim baxmalı olduğumuz nə qaldı? Do while. İndi do while mövzusu, ona da bir dənə gələk. Ümumiyyətlə əvvələ bir dənə bir şey demək istəyirəm uşaqlar. Mən 2 ilə yaxınlı kod yazıram. Amma bu do while-ı hardasa istifadə edədiyim yadıma gəlmir. Yəni heç bir proyektimdə mən bunu istifadə eləməmişəm. Sadəcə bilirəm ki, belə bir şey var. Belə bir şey bu formatda istifadə olunur. Yəni bu formatda yazılır, daha doğrusu istifadə olunur demirəm. Dediyim kimi mən istifadə eləməmişəm. Bilirəm ki, bu formatda yazılır və onun yazılan zaman nə baş verir. Sadəcə nə baş verdiyini bilirəm. Deməli, while-la do while-ın fərqi odur ki, while birinci növbədə şərti yoxlayır. Əgər şərt doğrudursa, o zaman girir, kodu icra edir. Do while-dan məntiq necədir? Şərt doğru oldu, olmadı, fərqi yoxdur onun üçün. Bir dəfə ən azı kod icra olunur, daha sonra düşür şərti yoxlamağa. Bu siz nəyə bənzər? Fərz edin ki, siz dondurma almaq istəyirsiniz. Qarşınızda bir dənə şərt var ki, əgər hava istidirsə, düşüb marketdə dondurma alacam. Bu olur while. Yəni bir şərt var, şərti əgər doğrusu olur while. Bir də var ki, dostunuz sizi məcbur düşürtdürür aşağı ki, gedək məhəllədən dondurma alaq gələk. Siz düşəndən sonra qərar verirsiniz ki, dondurma alacam yoxsa yox. Deməli belə. İndi gəlin bu do while-ında kodun yazmağa çalışaq. Bunları bir dənə kommentariyə alın. Aha. Burada yazıram int a bərabər 10. Do. Skopkanı açdım, bağladım. Burada while. Və şərtimi verirəm. A böyükdür 10. Aha. Bu oldu mənim yazılış formatım. Do while-in yazılış formatı bu formatdadır. Burada bir dənə cout hello world. Aha. Normalda bunu mən while-la yazsam, yəni buradakı dəyərim nədir? 10, düzdürmü? Bu while verdiyim şərt amma nədir? 10-dan böyük olmağını istəyir. Böyük olmağını istəyir. Bu 10 ondan böyük deyil axı, yəni bərabərdir də buna. Əgər təkcə while-la yazsaydım, bu kod icra olunmayacaqdı. Amma do while-da məntiq necədir? Dediyim kimi, öncə icra olunur. Burada gəldi, icra olundu. Daha sonra düşür şərti yoxlayır. Yəni, uzun sözün qısası, proses sonlanmamışdan əvvəl nə olursa olsun bir dəfə icra olunur. Ondan sonra şərti yoxlayır. Amma dediyim kimi, yəni inanmıram bunu hardasa istifadə edəsiniz. Bəlkə də bilmirəm. Yəni mənim bəlkə də кейslərdə qarşıma çıxmayıb. Belə, bugünkü dərsimiz bu qədər. Müəyyən səviyyədə izah eləməyə çalışdım əlimdən gəldiyi qədər. Dərsləri qaçırmamaq üçün kanala abunə olmağı və video faydalı olursa like atmağı, yorum atmağı unutmayın. Sağ olun, növbəti dərsimizdə görüşənə qədər.